Salam. Bugünkü mövzumuz help feili və mürəkkəb tamamlıqda işlənmə yeri. Help feilindən sonra obyekt gəldikdə özündən sonra gələn məsdər həm to'lu, həm də to'suz, yəni BR infinitiv işlənə bilər. Məna baxımından heç bir fərqi yoxdur. He helped me carry the boxes və yaxud da he helped me to carry the boxes. Burada birinci məqam var. Help feili məchul növdə, yəni passive voice-da işlənərsə özündən sonra mütləq to'lu məsdər gəlməlidir. Aktivdə she helped me do it, passivdə isə I was helped to do it. Burada to'suz yazmaq səhvdir. Bəzən ortada yerləşən obyekt əvəzliklərini me, him, us və s. onlar ixtisar edilə bilər. He helped carry the boxes və ya he helped to carry the boxes. Hər ikisi doğrudur. Göründüyü kimi he helpeddən sonra obyekt yoxdur. Xülasə, imtahan üçün qızıl qaydalar. Help aktivdə obyekt to'lu da ola bilər, to'suz da ola bilər. Nümunəni görürsünüz. Help passivdə mütləq şəkildə to'lu olmalıdır. Nümunəni görürsünüz. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də faydalansın.